Salam dostlar. Bu videomuzda biz sizinle maliyyə bazarları necə analiz edilir, o haqda danışacağıq və ilk analiz növlərindən olan fundamental analizi öyrənəcəyik. Ümumiyyətlə maliyyə bazarı deyəndə burada istənilən, yəni istər səhəm bazarı olsun, istər forex olsun, istər kripto və yaxud da törəmə maliyyə alətlər bazarı olsun, fərq etməz. Və bu bazarlara qoşularkən, burada ticarət edərkən biz bazarı analiz etməliyik. Ya bazar analizi deyəndə hər hansı bir maliyyə alətini, misal üçün bir səhmi və yaxud da hər hansı bir valyuta cütlüyünü alırsınızsa və ya satırsınızsa, bunu niyə etdiyinizi, məsələn, hər hansı bir səhmi almısınız, bunu nəyə əsasən almısınız? Bunun qiyməti yüksələcəkmi, yoxsa bəlkə siz alan yerdən aşağı mı gedəcək? Bunları bilmək üçün mütləq şəkildə ilk olaraq biz bazarı analiz etməliyik. Yəni burada da analiz deyəndə iki növ analiz nəzərdə tutulur. Biri fundamental analizdir, biri isə texniki analizdir. Fundamental analiz bir mənada bir ölkənin makroiqtisadi göstəricilərini və yaxud da hər hansı bir şirkətin maliyyə göstəricilərini analiz etməkdir. Texniki analiz isə sadə dillə desək, bir mənada qrafik analizdir. Yəni qiymət hərəkətliyinə baxıb, qiymətin keçmişdə necə davrandığına baxıb biz gələcəyi bir mənada proqnoz etməyə çalışırıq. İndi ilk olaraq biz fundamental analizdən başlayacağıq. Fundamental analiz ümumiyyətlə bir mənada makro iqtisadiyyatın və yaxud da iqtisadiyyatın necə işlədiyini öyrənmiş olursunuz və həm də iqtisadi qanunluluqların maliyyə bazarlarına necə təsir etdiyini öyrənmiş olursunuz. Əgər siz fundamental analizi bilmədən ticarət etsəniz, siz bir mənada gözü bağlı ticarət etmiş olursunuz. Misal üçün, hər hansı bir ölkənin valyutası niyə bahalaşdı? Tutalım ki, dollar niyə ucuzlaşır? Niyə, məsələ, avro bahalaşır? Bu faktları bilə bilməzsiniz. Bunları öyrənmək üçün və ona əsasən ticarət etmək üçün mütləq şəkildə fundamental analizi öyrənmək lazımdır. Fundamental analizə sadə dillə başlasaq dostlar, ilk olaraq biz dövlətin iqtisadiyyatdakı rolundan başlamalıyıq. İqtisadiyyatı əgər siz bir, belə deyək, bir maşın kimi nəzərdə tutsanız, bu maşını hərəkətə gətirmək üçün müəyyən təsir imkanları, müəyyən mexanizmlər vardır. Bunlardan birisi, misal üçün, dövlət nə edə bilər? Dövlət əgər görsə ki, iqtisadi aktivlik çox aşağıdır, vergiləri aşağı çəkə bilər və yaxud da dövlət xərcləmələrini artıra bilər, bu yolla iqtisadiyyatı canlandırmış ola bilər. Misal üçün, hər hansı bir ölkə əgər vergiləri aşağı çəkirsə, bu o deməkdir ki, həmin ölkənin biznes mühitini yaxşılaşacaq, xaricdən investisiya cəlb edərəkdən orada müəyyən mənada, belə deyək, iqtisadi canlanmanı artırmış olacaq. Və yaxud da ki, dövlət mega layihələr həyata keçirə bilər. Misal üçün, Çini örnək verə bilərik ki, su anbarları tikir və yaxud da yollar çəkir, körpülər tikir, mega layihələr həyata keçirir ki, bu da iqtisadi aktivliyi artıran faktorlardır. Bu, əslində çox da istifadə olunan bir metod deyil, xüsusilə qərb ölkələri tərəfindən. Çünki dövlət xərcləmələri və həmçinin də vergiləri azaltma o qədər asan deyil və biraz mürəkkəb mexanizmdir bir mənada. İkinci bir vasitə, ən sadə, amma çox ciddi problemlər yaradan bir vasitə nədir? Dostlar, faiz dərəcəsini, pul siyasəti, genişləndirici pul siyasəti. Qısa dillə desək, faizləri aşağı salma və yaxud da ki, genişləndirici pul siyasəti. Bu nə anlama gəlir? Əgər siz görürsünüz ki, iqtisadi aktivliyi aşağıdırsa, siz iqtisadi aktivliyi artırmaq üçün nə edə bilərsiniz? Siz ucuz kredit verə bilərsiniz, ucuz kredit imkanları yarada bilərsiniz ki, insanlar ucuz kredit alsın, aşağı faizlə kredit alsın, biznesə yatırım etsin və yaxud da ki, yeni biznes yerlər açılsın, həmçinin istehlak güclənsin və beləliklə iqtisadi aktivliyi artmış olsun. Buna pul siyasəti deyilər, monetar siyasət deyilər və 2008-ci ildən sonra ən çox istifadə edilən siyasətdən birisidir. Yəni, dövlətlər çətinə düşən kimi həmən faiz dərəcəsini aşağı salırlar və bir mənada pul kütləsini bazarda artırıb iqtisadi aktivliyi artırmış olurlar. Və bu əslində bizim hər birimizə təsir edən faktordur. Necə dostlar? Gəlin ona baxaq. 2008-ci il Amerikada iqtisadi böhran olduğu zaman bu iqtisadi böhrandan çıxmaq üçün Amerika Federal Ehtiyatlar, yəni Amerikanın Mərkəzi Bankı faiz dərəcəsini minimuma, hətta 0,5% endirmiş oldu. Bu o deməkdir ki, Mərkəzi Bank deyir ki, mən 0,5%-dən kredit verirəm. Böyük banklar gedib oradan o pul kütləsini alır, üzərinə gətirir 1-2% qoyur, misal üçün, kredit şəklində insanlara 2-3, 2,5 və 3%-dən kredit satır. Və çox aşağı olduğuna görə insanlar da ucuz kredit alır, gedir istehlak mallar alır, istehlak eləyir, istehlakını artırır, ev alır və yaxud da fərqli-fərqli sahələrə yatırım edir. Eyni zamanda səhm bazarına yatırım edirlər və bu şəkildə iqtisadi aktivlik, iqtisadi canlılıq artmış olur. Lakin pulu bazarda çoxaltmaq, yəni pul kütləsini bazarda çoxaltmaq hələlik problemin həlli anlamına gəlmir. Niyə?
Siz pul kütləsini bazarda çoxaltdığınız zaman düzdür, iqtisadi aktivlik artır. Eyni zamanda yeni iş yerləri yaranmış olur ki, bu da məşğulluğun artmasına səbəb olur. Amma burada bir problem var. Eyni zamanda bu inflyasiyanın artmasına səbəb olur. Dostlar, sadə dillə desək, inflyasiya nə deməkdir? İnflyasiya əslində qiymətlərin artması deməkdir. Bir digər dillə desək, əslində pulun alım gücünün aşağı düşməsi deməkdir. Və təəssüf ki, biz 2008-ci ildən bəri qlobal rezerv valyuta olan dolların timsalında bunu çox yaxşı görə bilirik. Və hal-hazırda dollar, xüsusilə 2020-ci ildən sonra daha da aqressiv şəkildə dolların dəyərinin ucuzlaşma səbəblərindən birisi, yəni dolların alım gücünün aşağı düşmə səbəbindən birisi federal ehtiyatların, Amerika Mərkəzi Bankının uzun müddət faiz dərəcəsini minimumda saxlaması oldu. Faiz dərəcəsini aşağı tutmaq, yəni dolların bazarda çoxalması, pul kütləsinin bazarda çoxalması bir mənada sizin əlinizdə olan dolların alım gücünü azaltmış olur. Misal üçün sizin ölkənizdə deyək hər hansı bir məhsuldan 100 ədəd var isə, sizin onu almaq üçün məsələ 1000 dollar pulunu, əvvəl 1000 dollar tələb olunurdusa və bu 1000 dollar fərz edək ki, 100 nəfər insanda var idisə və həmin ona əsasən o məhsulun qiyməti formalaşmışdı. İndi isə artıq 10 min dollara məsəl üçün deyək ki, 1 milyon insan əl çata bilir. Çox rahat bir şəkildə gedir bankdan ucuz kredit alır və artıq 1 milyon insanda 1000 dollar var və 1 milyon insan artıq həmin o məhsulu almaq istəyir. Bu halda nə baş verəcək? Dərhal o məhsulun qiyməti artmış olacaq. Sadə dillə desək, bu inflyasiyadır və yaxud da pulun alım gücünün azalması deməkdir. İndi bəs yaxşı, bunlar bizə maliyyə bazarına necə kömək edəcək? Əziz dostlar, əgər siz baxırsınız, görürsünüz ki, mərkəzi banklar faiz dərəcəsini aşağı salacaqsa, bu o mənaya gəlir ki, həmin ölkənin valyutası uzun vədədə dəyər itirəcəkdir. Yox, əgər bir ölkə faiz dərəcəsini artıracaqsa, bu o deməkdir ki, həmin ölkənin valyutası zamanla dəyər qazanacaq anlamına gəlir. Təbii digər faktorları da nəzərə almaqla. İndi burada bir önəmli bir nüans var. Biz bazarda pul kütləsini çoxaldanda qeyd etdiyimiz kimi inflyasiya səbəb olmuş olur ki, inflyasiya da əslində çox təhlükəli bir şeydir. Çünki siz oturan yerdə kasıblaşmış olursunuz. Yəni bir mənada əlinizdə olan vəsaitiniz dəyər itirmiş olur. İndi bir digər faktor. Yaxşı, bəs inflyasiya artırsa, eyni zamanda əmək bazarında məşğulluq səviyyəsi də artmış olur. Çünki qeyd etdiyimiz kimi siz pul kütləsini çoxaldanda, xüsusilə bu mexanizm Amerikada çox yaxşı bir şəkildə işləyir. Pul kütləsini bazarda çoxaltdığınız zaman həm məşğulluq səviyyəsi, çünki yeni biznes yerləri yaradılır, istehlak artır, ümumi iqtisadiyyatda tələb artdığına görə, biznes mühiti yaxşılaşdığına görə bir mənada yeni iş yerləri, məşğulluq səviyyəsi artmış olur. Digər tərəfdən inflyasiya artmış olur. İndi iki faktoru öyrənmiş oluq. Bir tərəfdən inflyasiya, digər tərəfdən məşğulluq səviyyəsi. Əgər biz federal ehtiyatlar görsə ki, inflyasiya həddindən artıq çox yüksəlib, bu zaman ortaya faiz dərəcəsi girmiş olur. Federal ehtiyatlar başlayır faiz dərəcəsini artırmağa. Yəni bazarda olan pul kütləsini bir mənada geri toplamağa. Digər bir dillə desək, kredit faizlərini yüksəltməyə başlayır. Kredit faizləri yüksələn kimi insanların kredit götürmə belə deyək, istəyi bir mənada azalmış olur. Çünki kredit alma artıq baha başa gəldiyinə görə, faizlər yüksək olduğuna görə bir çox insan artıq kredit almır və bu bir mənada pul kütləsinin bazardan geri toplanmasına səbəb olur və bu yolla inflyasiyanı təkrarən aşağı çəkmiş olur. Amma faiz dərəcəsinin artması öz növbəsində dostlar, əmək bazarında neqativ təsir yaratmış olur ki, faiz dərəcəsi müəyyən səviyyəyə çatanda artıq işsizlik artmağa başlayır. Federal ehtiyatlar bu səfər izləyir ki, inflyasiya aşağı gəldisə, bu səfər neqativ tendensiya əmək bazarındadırsa, yəni işsizlik artıbsa, bu səfər nə edir? Başlayır faiz dərəcəsini aşağı çəkməyə başlayır. Və bu hər zaman, belə deyək, tənzimlənən bir faktordur. İnflyasiya artanda faiz dərəcəsi yüksəlir, İşsizlik artanda isə faiz dərəcəsini aşağı çəkirlər. Bəs bunlar bazara necə təsir? Baxın, sadəcə 3 makro iqtisadi faktoru siz bilməklə əslində çox ciddi, belə deyək, ticarətinizdə düzgün qərarlara və düzgün yatırımlar edə bilərsiniz və buradan ciddi şəkildə faydalana bilərsiniz. İndi gəlin baxaq görək dostlar. Bu 3 faktorun, sadəcə hələ 3 faktorun bazara təsir etməsi və biz ondan necə belə deyək, istifadə edə bilərik və biz ondan necə gəlir götürə bilərik, praktik olaraq indi gəlin baxaq onlara. Dostlar, diqqət yetirin. Sadəcə dollar üzərindən bu örnəyi göstərməyə çalışacağım. Bildiyimiz kimi 2020-ci ildə
Pandemiyadan dolayı bütün iqtisadiyyatlar bağlanmışdı və Amerikada işsizlik səviyyəsi artıq 14%-ə çatmışdı. Belə olan halda və həmçində inflyasiya 0,1-lərdəydi. Yəni nə alan var, nə satan var. Heç bir məhsulun qiyməti artmırdı ya da bir mənada azalmağa doğru gedir. Çünki çox ciddi inflyasiya baskısı var. Yəni daha doğrusu iqtisadiyyatın belə deyək, bağlı qalmasından dolayı tələbin minimuma düşmüşdü və bu da təbii ki, inflyasiyanın minimuma gəlməsinə səbəb oldu. Həm işsizlik artmışdı, 14% inflyasiya, üzr istəyirəm, işsizlik, eyni zamanda inflyasiya minimumlardaydı. Və bundan dolayı federal ehtiyatlar 2020-ci ildən etibarən tədricən faiz dərəcəsini 0,25%-ə endirmiş oldu. 0,25% o deməkdir ki, misal, siz gedirsiniz federal ehtiyatlardan 0,25%-dan dollar alırsınız, üzərinə 1-2% qoyub, məsələn, mənfəət və ya 3% qoyub, 3%-dən, 4%-dən kredi sata bilirsiniz deyə banklar. Və belə olan halda dostlar, dolların diqqət etirsəniz dəyəri təxminən 1 il içərisində 14%, 13,90, 14% dəyər itirmiş oldu. Dollar 2020-ci ilin mart ayından etibarən 14%, bir il içərisində 14% dəyər itirmiş oldu. Yəni, qlobal bazarlarda siz tutan ki, dolları nəzərdə saxlasaydınız 14% dəyər itirmişdi. Belə olan halda dostlar, federal ehtiyatlar faiz dərəcəsini tarixi minimum səviyyəsinə çəkmiş oldu. Bu təkcə federal ehtiyatlarda deyil, eyni zamanda bunu digər mərkəzi banklarda, Avropa Mərkəzi Bankı da etmişdi, İngiltərə Mərkəzi Bankı da etmişdi. Biz sadəcə daha böyük həcmdə, belə deyək, Amerikanın federal ehtiyatlarının qlobal bazarlara təsiri çox olduğuna görə sırf federal ehtiyatlar üzərinə izah edirik. Belə olan halda dostlar, bazar dollar indeksi minimuma düşmüş oldu. Sonra eyni ilə dostlar, dollar indeksinin ucuzlaşması, indi gəlin baxaq görüm səhm bazarına necə təsir etmiş oldu. Diqqət edin, 2020-ci ildə 2020-də ilk dalğada, 2020-də S&P 500 indeksi, Amerikanın 500 ən böyük şirkətinin indeksi 34-35%-ə yaxın dəyər itirmiş oldu. Təxminən bir ilin içərisində 35% dəyər itirdi. Amma sonra diqqət etirsəniz, nəsə baş verdi. Dollar, həmin S&P 500 indeksi təxminən dostlar 121% yüksəlmiş oldu. Həmin bu dibdən, bu zirvəyə təxminən 121%, yəni 100%-dən çox yüksəlmiş oldu. Sizcə buna səbəb nə oldu? Səbəb o idi ki, federal ehtiyatlar faiz dərəcəsini aşağı saldı, bazarda pul kütləsini çox artmış oldu. Bu pul kütləsinin çoxalması ilə həm Amerikadakı banklar təkcə kredit satmaqla məşğul deyil, eyni zamanda investisiya banklardır. Onlar federal ehtiyatdan ucuz aldığı kreditlərlə investisiya etdilərsə həm bazarına, həm də vətəndaşlar, insanlar o kreditlə, əlində olan vəsaitlə səhm bazarına yatırım etmiş oldular və bir ildən təxminən bir il içərisində, bir ildən biraz çox müddət içərisində S&P 500 indeksi, yəni Amerikanın benchmark indeksi olan səhm bazarını demək olar ki, 121% yüksəlmiş oldu. Və bunun səbəbi dostlar, faiz dərəcəsinin aşağı çəkilməsi nəyə səbəb oldu? Səhm bazarının yüksəlməsinə, dolların isə dəyər itirməsinə səbəb oldu. Sonra nə baş verdi? Həmin o zirvədən, diqqət etirsəniz, həmin o zirvədən, yəni 121%lik bir zirvədən S&P 500 indeksi təxminən deməli 38% dəyər itirmiş oldu. Bunun səbəbi nə idi? Bəs niyə görə S&P 500 indeksi bir il içərisində 121% yüksəldi, sonra isə 38% dəyər itirmiş oldu? Bunun səbəbi isə dostlar, gəlin baxaq, dollar indeksindəki yüksəlişə baxaq. Həmin səbəbi görmək üçün və bunu anlamaq üçün dollar indeksi 2020-ci ildə, 2020-21 arasında olan 14% enişdən sonra təxminən 21%, təxminən bir il içərisində 21% dəyər qazanmış oldu. Yəni, bu dibdən, bu zirvəyə 21% yüksəlmiş oldu. Bu yüksəlişin səbəbi o idi ki, dostlar, Amerikada faiz dərəcəsinin minimum, yəni 0,25%-də saxlanılması, Amerikada inflyasiyanın artıq 2023-cü ildə 8, hətta 9%-ə qədər yüksəlməsinə səbəb oldu. Və federal ehtiyatlar buna görə də tədricən aqressiv şəkildə faiz dərəcəsini artırdı. Yəni 0,25% olan faiz dərəcəsi 0,1, 1,50, 75, 2, 3 bu formatda 5, 5,5%-ə qədər artıq 2024-cü ildə faiz dərəcəsini federal ehtiyatlar yüksəltmiş oldu. Deməli, faiz dərəcəsinin yüksəlməsi nəyə səbəb oldu? Tədricən yüksəlməsi
dollar indeksinin yüksəlməsinə səbəb oldu. Dollar indeksinin yüksəlməsi ilə bir mənada federal ehtiyatlar inflyasiyanı aşağı çəkməyə çalışırdı. Bu da faiz dərəcəsinin yüksəlməsi dolayı yolla bazarda pul kütləsini geri çəkmək anlamına gəlir. Və bundan dolayı da artıq investorlar səhəm bazarındakı yatırımlarını dollara yönəltmiş oldular. Və yaxud da ki, burada mənfəətli pozisiyalarını bağlamış oldular ki, bu da səhəm bazarının təxminən 38%-ə yaxın belə deyək, dəyər itirməsinə səbəb oldu. İndi diqqət etirdinizmi? Təkcə 1% dərəcəsinin yüksəldilməsi və ya azaldılması bazarlara necə təsir edə bilir? Sonra nə baş verir dostlar? Diqqət etsəniz 2022-nin oktyabrından etibarən artıq səhəm bazarı yenidən bir yüksəlişə, rekord bir yüksəlişə başlamış oldu. Hətta tarixin belə deyək ən sürətli davam edən yüksəlişinə daxil olmuş oldu. Həmin bu 2023-nin oktyabr olan dibdən indiyə qədər 91% yüksəlmiş oldu. Təbii burada Trump'ın Çinə tarif tətbiqi ilə bağlı bir eniş var, amma yenə də həmin o enişi bərpa etdi və yüksəlişə keçmiş oldu. Bunun səbəbi isə nə baş verdi? Amerikada inflyasiyanı, həmin o 9%-li inflyasiyanı faiz dərəcəsini yüksək saxlamaqla tədricən 2,9%-ə endirmiş oldular. İnflyasiya aşağı enəndən sonra bu səfər isə yenidən əmək bazarında negativ tendensiya başlamış oldu. Çünki işsizlik səviyyəsi 3,9-dan 4, 4,1, 4,2, hal-hazırda 4,3%-ə qədər yüksəlmiş oldu. İşsizlik səviyyəsinin artması isə yenidən hansı gözləntiləri formalaşdırmış oldu? Federal ehtiyatlar faiz dərəcəsini aşağı salacağı gözləntisi formalaşmış oldu. Federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı gözləntisi S&P 500 indeksinin yüksəlməsinə və diqqət yetirsəniz dollar indeksinin isə dostlar enməsinə səbəb oldu. Və 2025-ci ilin yanvar ayından etibarən dollar indeksində görürsünüzmü? Tədricən 12%-ə yaxın bir eniş olub. Səbəb o idi ki, əmək bazarındakı negativ tendensiya federal ehtiyatların dollar faiz dərəcəsini aşağı endirəcəyi gözləntiləri yaratmışdı və həqiqətən də federal ehtiyatlar 2025-in sentyabrın 17-sində faiz dərəcəsini 4,5-dən 4,25-ə endirmiş oldu. Faiz dərəcəsinin enəcəyi gözləntisi həmin vaxta qədər dolların ucuzlaşmasına səbəb oldu, səhəm bazarının isə yüksəlməsinə səbəb oldu. Əziz dostlar, bu videomuzda biz qısaca olaraq sadəcə hələlik fundamental analizdən 3 faktoru bilməklə biz bazarda necə pozisiya ala bilərik, necə ticarət edə bilərik, bununla bağlı izahat verdik. Növbəti videolarımızda isə silsilə şəklində faiz dərəcəsindən istifadə edərək biz necə yatırım edə bilərik, ölkələr arasındakı, yəni mərkəzi banklar arasındakı faiz dərəcəsindən istifadə edib necə mövqelər aça bilərik, hansı fürsətlər var bununla bağlı, bunlar haqqında ətraflı məlumat verəcəyik. Bizi izləməyə davam edin, sizin üçün faydalı olacaqdır. Sağ olun.